Xəbər verdiyimiz kimi, Hesablama Palatası 2025-ci ilin iş planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir. Bu barədə palatadan məlumat verilib. Bildirilib ki, auditin nəticələrinin açıqlanması Hesablama Palatası haqqında qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənəcək. Mədəniyyət Nazirliyi ilə bağlı tənqidi paylaşımları ilə son günlər daha çox gündəmə gələn müğənni Nura Suri Cəbhə İnfo-Aza açıqlamasında bildirib ki, aparılan yoxlamanın onların yaşadığı məsələlərlə bağlı olduğuna inanmır. Əslində bu yoxlamanın bizim məsələlərlə əlaqəsinin olduğunu düşünmürəm. Bu ilin sonunda aparılan normal bir prosesdir. Yəni bütün qurumlarda ilin sonunda belə yoxlamaların olması normaldır. Ona görə də bunun bizim məsələ ilə bağlı olduğunu zənn etmirəm. Həmçinin sənətçi vurğulayıb ki, son günlər ona müxtəlif sosial şəbəkə profillərindən və açıq nömrələrdən manipulyativ məlumatlar göndərilir. Məni manipulyasiya etmək üçün müxtəlif sosial şəbəkə profillərindən və açıq nömrələrdən WhatsApp-a bəzi məlumatlar göndərirlər. Məqsəd odur ki, mən bu informasiyalara inanıb heç bir yoxlama aparmadan paylaşım edim və özümü gülünc vəziyyətə salım. Amma belə cəhdlər mənə təsir etmir. Göndərilən bütün məlumatları araşdırıram və bizim profillərimizlə əlaqəsi olmadığı üçün paylaşmıram.